Bəlkə də bu yoldaşlardan bəziləri bilsəydilər ki, bu dəfə özlərinə tamaşa eləməyə gəliblər. Vaxtında dövlət avtomobil müfəttişliyinin tövsiyələrinə qulaq asar və əməl eləyərdilər. Bəzi piyadalar Svitogordakı gedin, dayanın göstəricilərinə əhəmiyyət vermir. Küçəni istənilən vaxtda hardan gəldi keçirlər. Bu isə xoşagəlməz hallara səbəb olur. Yoldaş Seydbəyov, yəqin ki, yeraltı keçidlər təhlükəsizliyi üçün zəruri şərtdir. Şəhərimizdə bir neçə yeraltı keçid vardır. Lakin bəzi piyadalar belə keçidlərdən istifadə etmir və öz həyatlarını təhlükə qarşısında qoyurlar. Amma hər halda yeraltı keçidlərə böyük ehtiyac var. Xüsusən Nizami Kinoteatrının yanında, Politexnik İnstitutunun və Azərbaycan Film Kinostudiyasının qabağında. Təəssüf ki, Bakı Sovetinin nümayəndəsi Məsimov yoldaş hələlik bu barədə sevindirici bir şey söyləmir. Artıq 5 ildir ki, şəhərimizdə yeraltı keçidlər tikilmir. Soruşmaq olar, niyə? Bakı Soveti bu suala cavab verənədək, küçələrdə tam təhlükəsizlik yaratmaq hələlik piyadaların boynuna düşür. Bəs piyadalar özləri nə fikirdədilər? Gəlin onlardan bir neçəsini dindirək. Uşaqlar da sizə baxıb ibrət götürür. Yolu niyə düz keçmədiniz? Vətəndaş, bilmirsiniz ki, buradan keçmək olmaz? Təkcə mənəm, ora bax. Vətəndaş axı, İşə tələsirəm. siz yolu düz keçmədiniz. Nə deyirsiniz axı? Bəs siz hara tələsirsiniz? Dərdiyə. Vətəndaş, siz cərimə olunursunuz. Cərimə baş üstə. Hamı tələsir. Mozalan da deyir ki, tələsən tərsə düşər.